Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hamınızı yeni dərsimizdə xoş gördük. Bugün sizinlə ötən dərsimizdən qalan şagird davranışının idarə olunması üzrə nəzəriyyələri tamamlayacaq. Hamısını bir dərsimizdə keçmiş olacaq. Bunun içərisinə Bandura'nın sosial öyrənməsi, Gleiser'in seçimi, əməkdaşlıq proaktiv həllər, Roskilinin nəzəriyyəsidir, sosial intisam modeli, stimula cavab nəzəriyyəsi, Thorndike'ın nəzəriyyəsi daxildir. Biraz sizdə ola bilsin ki, indi sual yaranar ki, bu qədər nəzəriyyənin hamısını necə bir dərsə keçəcək? Əslində burada fərqli 5 dənə nəzəriyyənin adı qeyd olunmuş olsa da, hamısı çox kiçik. Yəni içərisində sırf imtahan üçün bəzi vacib məqamlar var ki, mən onları sizə çatdıracağam. Biraz düzdür, vəsaitdə uzun-uzadı nəzəriyyə olaraq sizə təqdim olunub. Söz yığını çoxdur, yazı hissəsi çoxdur, amma biz bu dərsimizdə sırf bizə imtahan üçün vacib olan məqamlar nələrdir? Bu nəzəriyyələrdə əsasən biz nəyə diqqət yetirməliyik? Onlarla məşğul olacaq. Elə isə gəlin heç vaxt itirmədən müəllimlər başlayaq elə Bandura nəzəriyyəsindən. Deməli, Albert Bandura şəkildə gördüyünüz şəxsdir, alimdir. Albert Bandura sosial öyrənmə nəzəriyyəsini davranışla bağlı irəli sürüb. Bax, burada nəzəriyyələrdə müxtəlif yanaşmalar görəcəksiniz. Misal üçün, ötən dərsimizdə biz behaviorizm yanaşmasını gördük, Skinnerin operant şərtlənməsində və behaviorizm yanaşması qeyd etdik ki, daxili amilləri inkar etmir, amma əsasən xarici şərtləri ön planda tutur ki, yəni kənardan davranışı ya müəllim, ya valideyn cəzalandırmalarla, gücləndirmələrlə idarə edir. Yəni orada biz konsepsiyalardan sosioloji konsepsiyanın üstünlüyünü daha çox müşahidə eləmişdik. Bandura'nın nəzəriyyəsində elə sosioloji konsepsiyanı biz müşahidə edirik. Yəni fəlsəfi cərəyan olaraq Bandura'nın nəzəriyyəsi bu cərəyana daha çox yaxındır. Çünki sosial öyrənmə nəzəriyyəsində müşahidə əsaslı öyrənmə ön plandadır. Yəni Bandura nəzəriyyəsində Bandura öz yanaşmasında qeyd edir ki, şagirdlər müəyyən bir davranış sərgiləyəndə bunu hardansa görüb götürürlər. Ya müəllim düzgün rol model olmur ki, onlar da onu təkrarlayırlar, təqlid edirlər. Ya yoldaşı edir, o da onu təkrarlayır. Ya bəlkə evdə atasından, anasından bu hərəkətləri görüb, gəlir sinifdə yoldaşlarına tətbiq edir. Yəni, burada müşahidə əsaslı öyrənmə ön plandadır, görüb götürmə ön plandadır. Müəllimlər, sosial öyrənmə nəzəriyyəsi, bu nəzəriyyə öyrənmənin müşahidə, yəni baxaraq, görərək, təqlid, modelləşdirmə yolu ilə baş verdiyini və diqqət, motivasiya, münasibət, emosiyalar kimi amillərdən təsirləndiyini irəli sürür. Yəni, nəzəriyyənin ön məqsədi, ən başlıca məqsədi nədən ibarətdir? Yəni, deyir, uşaq davranışı, istər yaxşı davranışı olsun bu onun, istər mənfi davranışı olsun, hardansa müşahidə edib, görüb götürür. Ya evdən, ya yoldaşından, ya müəllimindən, ya dostlarından, ya küçədə böyük olan kimdənsə. Yəni, burada müşahidə bu nəzəriyyədə ön plandadır. Başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanayım. Burada öyrənmə kimi tərcümə olunubdur. Yəni, mən ötən dərsimizdə də dedim, xarici ədəbiyyatdan bizim ədəbiyyata tərcümə olunubdur. Öyrənmə dedikdə burada davranış nəzərdə tutulur. Yəni, bilik öyrənmə yox, davranış nəzərdə tutulur. Çünki bizim bu öyrəndiyimiz nəzəriyyələr şagird davranışının idarə olunması üzrə yazılmış nəzəriyyələrdir. Bax, bilik mövzusuna keçəndə biz sizlə indi xatırlayacaqsınız. Konseptual biliyin içərisində qeyd etdik ki, nəzəriyyələr, strukturlar. Siz də mənim bir çoxunuz sual verirdiniz ki, mənim nəzəriyyədir da, biz bunu əzbərləyirik. Bu niyə konseptual bilik olsun ki, niyə faktoloji bilik olmasın ki? Bax, burada belə bir məqam var. Nəzəriyyə elmi fakt deyil. Biri var mənim öz şəxsi yanaşmam, mənim nəzəriyyəm. Sabah bir dənə mən də bir-iki məqalə çıxardım. Onun kitab şəklinə salım, satışı getsin, onlayn formada məqalə işıq üzü görsün. Yəni, geniş bir kütləyə çatdırım. O deməkdir ki, o elmi təsdiqini tapdı. Xeyr. Yəni, nəzəriyyə elmi fakt deyil. Nəzəriyyə elmi təsdiqini tapmış bir şey deyil. Nəzəriyyə bir şəxsin yanaşmasıdır və yanaşmasında öz şəxsi əsaslandırmalarına gətirməsidir. Ona görə biz buna faktoloji bilik demirik, biz buna konseptual bilik deyirik. Faktoloji bilik 4 vuraq 5 bərabərdir 20.
Yəni bu konkret faktdır. Azərbaycanda da, Hindistanda da, Çində də və s. və ilaxır. Yəni dünyanın hər yerində konkret qəbul olunmuş faktdır. Düzdür? Bu faktoloji bilikdir. Amma nəzəriyyə müəyyən tədqiqatlar nəticəsində öz elmi təsdiqini, elmi faktını tapmayıb deyə biz buna faktoloji bilik demirik, konseptual bilik deyirik. Elə nəzəriyyələrdən danışmışkən ağlımdaydı bunu izah eləmək. Yaxşı oldu bu mövzunun üzərindən bu sualımıza da cavab tapmış oldunuz. Deməli, Albert Bandura sosial öyrənmə nəzəriyyəsini ön plana deməli, daha doğrusu sosial öyrənmə nəzəriyyəsində müşahidə əsaslı öyrənməni ön planda tutur. Bandura burada gördüyünüz pedaqoqumuzdur, alimimizdir və qeyd edilir ki, uşağın istər yaxşı davranışı, istər pis davranışı sosial mühitdən qaynaqlanır. Ya evdə görüb götürür valideynindən, ya müəllimindən, yoldaşından, dostundan, küçədə böyük olan kimdənsə. Gəlin daha ətraflı eksperimentlər aparıb onlarla daha dəqiq tanış olaq. Bax, müşahidə əsaslı öyrənmə. Burada şəkil qoymuşam, amma yaxşı düşməyibdir, nəsə slaytda açılmayıb. Burada televizorda deməli adamdır, əlində avtomat. Ola bilər ki, bu bir oyundur, yaxud da bir filmdir. Evdə də bax, bu 2 dənə oğlan uşağıdır, bu qız uşaqdır, əlində gəlincik. Bunlar baxırlar ona, orada vuruşurlar axı oyunun içində. Misal üçün, ən çox indi PUBG oynayırlar, başqa ona bənzər oyunlar oynayırlar uşaqlar və orada avtomatla, qılıncla, qalxanla vuruşmaq, döyüşmək səhnələrini görürlər. Bax, 2 oğlan uşağı, birinin əlində oyuncaq silahlar, birinin əlində oyuncaq qılınc, neynirlər? Onu təkrarlayırlar. Müşahidə əsaslı öyrənmə budur. Ya televizordan görür, götürür, ya evdəkilərdən, ata-ana dalaşanda bir-birlərinə hansı sözləri istifadə edirsə, sabah o da bacısı ilə, qardaşı ilə dalaşanda uşaqlar, onlar da onu istifadə edir. Ya evdə görüb götürür, ya sinifdə, ya məktəbdə, ya küçədə. Yəni müşahidə edir də, nə görürsə onu da boş yerə demirik, uşağın beyni ağ kağızdır. Onu da ora yazır. Müşahidə əsaslı öyrənmə nəzəriyyənin əhəmiyyətli komponentidir. Belə ki, insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini, davranışlarını müşahidə etmək, yəni baxır, görür və modelləşdirmək yolu ilə bilik, bacarıq əldə edir. Modelləşdirmək nə deməkdir? Müşahidə, yəni qarşımda bir hadisə baş verdi, baxdım, gördüm. Yəni nəzarət elədim. Bu mənim müşahidə eləməyimdir. Ola bilər ki, gördüm, amma mən onu öz həyatıma tətbiq eləmədim. Deməli, mən onu modelləşdirmədim. Ola bilər, gördüm, gəldim, sonra mən də öz həyatımda onu tətbiq elədim. Deməli, mən onu modelləşdirdim. Modelləşdirmə bir növ gördüyünün icra edilməsi deməkdir. Təqlid edilməsi deməkdir. Məncə bura aydındır. Burada Banduranın dünyaca məşhur olan bir eksperimenti var. Bobodol eksperimenti adlanır bu hər yerdə. Özünüz də bu barədə araşdırma apara bilərsiniz. Müəyyən xarici psixoloqların, pedaqoqların, tədqiqatçıların bu barədə maraqlı xarici dildə olan videoları var, məqalələri var, oxuya bilərsiniz. Bobodol oyuncağı biz hacı yatmaz deyirik. Bax ona, yəni nə qədər uşaq itələyir, təzədən qalxır, nə qədər itələyir, yəni o yıxılmır da, maqnit var onun içərisində. O nə qədər uşaq onu itələsə də, yıxırtmaq istəsə də, aşırmaq istəsə də aşmır, elə özü üçün dayanırdı. Bunlar da ona Bobodol deyirlər. O oyuncaqla həyata keçirilən eksperimentdir deyə adını da belə veriblər eksperimenti. Deməli, eksperiment nədən ibarətdir? Eyni yaşlı bir qrup uşağı 2 komandaya ayırıb Bandura. Bir komanda, bir qrup uşağı bir otağa, o biri qrup uşağı başqa bir otağa salıb və hər 3 otaqda Bobodol, bizim o hacı yatmaz dediyimiz oyuncaq var və hər 2 otaqda uşaqların yanında bir böyük adam var, yəni yetkin bir şəxs var. Bir otaqda həmin o yetkin şəxs, uşaqlar təbii ki xəbərsizdirlər ki, biz burada niyə yeyik və s. Yəni heç nədən məlumatları yoxdur. Həmin o yetişkin insan yaxınlaşır həmin oyuncağa, başlayır ona aqressiya nümayiş etdirməyə. Vurur, təpikləyir, təhqir eləyir, söyür. Amma o biri otaqda olan həmin o yetkin şəxs və o biri otaqda da başqa uşaqlardır, bayaq dedim bunu. O heç bu Bobodol oyuncağına fikir vermir, başlayır yerdəki başqa oyuncaqlarla oynamağa. Heç o əhəmiyyət vermir. Deməli, nə baş verir? Birazdan bu yetkin şəxslər otaqdan çıxandan sonra kamera quraşdırıblar, görək uşaqlar nə edəcəklər. Birinci otaqdakı yetkin şəxs nə etmişdi? O biri oyuncaqlar qalıb yerdə, ancaq aqressiyasını Bobodol oyuncağına göstərib, vurub, təpikləyib, söyüb,
aqressivlik nümayiş etdirib, oradakı uşaqlar da başlayıb gəlir həmin hərəkətləri, həmin oyuncağı təkrar etməyə. Amma bu biri otaqda, bayaq dedim, yetkin şəxs heç oyuncağa əhəmiyyət verməmişdi. Yerdəki başqa oyuncaqlarla oynanmış, ilgilənmiş, maraqlanmış. Həmin uşaqlar da onu gördü axı bayaq. İndi çıxıblar bu böyük şəxslər otaqdan, uşaqlar qalıb otaqda. Həmin otaqdakı uşaqlar da eyni ilə heç babadola əhəmiyyət verməyib, həmin insanın elədiyi kimi gəlib yerdəki başqa oyuncaqlarla başlayıblar oynamağa. Bu tədqiqatdan, bu eksperimentdən biz nə nəticə çıxardıq? Banduranın dediyi kimi müşahidə əsaslı öyrənmə, müşahidə əsaslı davranış. Yəni orada böyük adamı müşahidə elədilər, o vurdu deyə bunlar da vurdular. Bu bir otaqda böyük adamı müşahidə elədilər, o nə hərəkət eləmişdirsə, onlar da başladılar o hərəkəti eləməyə, təkrarlamağa. Babadol eksperimenti bu deməkdir. Müşahidə əsaslı öyrənmə nəzəriyyənin əhəmiyyətli komponenti sayılır burada, dedik artıq. Belə ki, insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini, davranışlarını müşahidə etmək, modelləşdirmək yolu ilə bilik, bacarıq əldə edir. Bax, Babadol oyuncağıdır. Bir otaqda ona aqressiya tətbiq elədi uşaqlar, çünki böyük adam elə eləmişdi. Bir otaqda ona heç bir aqressivlik yoxdur, çünki böyük adam elə eləməmişdi. Bax, həmin eksperimentdən, o vaxt həyata keçirilən eksperimentdən olan görüntülərdir. Video görüntülərdən şəkillərdir. Bax, burada deməli, böyük adam vurur, görürsünüz, qaldırır, çırpır yerə, təpiy atır. Eyni ilə də uşaqlar, oğlan uşağı da var burada, qız uşağı da var. Görürsünüz, çəkic əlində vurur, təpikləyir, aşırdır. Onun elədiyi kimi atır yuxarı, çırpır yerə, oturub üstündə. Yəni, bütün böyük adam hansı hərəkətlər eləmişdirsə, bunlar da bir müddət, biraz vaxt keçəndən sonra başlayır onu təkrarlamağa. Bu da Banduranın dünyaca məşhur bir eksperimentidir və müşahidə əsaslı öyrənmə nəzəriyyəsini məhz bu eksperimenti ilə əsaslandırıb. Müşahidə əsaslı öyrənmənin 3 modeli var. Yəni, uşaq canlı bir, yəni qarşısında canlı, qanlı bir insan var, ondan görür, öyrənir. Yaxud da canlı insan yoxdur, bayaq mən sizə şəkil göstərdim, slaydda da yaxşı düşməmişdi həmin şəkil. Televizordan, mavi ekrandan, telefondan, video görüntüdən nəyisə görür, onu başlayır təqlid eləməyə. Yaxud da ki, sözlü təlimat modeli. Yəni, kiminsə təlimatlandırması. Sizlə biz emosional taksonomiyada keçdik, daha doğrusu psikomotor taksonomiyada keçdik. Nə keçdik? Manipulyasiya. Manipulyasiyada başqasının təlimatı ilə, izahı ilə insan fəaliyyət göstərir, hərəkət edir. Bax, burada da sözlü təlimat. Yəni, müşahidə əsaslı öyrənmə 3 cür gedə bilər. Uşaq canlı bir insandan nəyisə görüb götürür, öyrənir. Simvolik modeldən, filmlərdən, televiziyadan, YouTube'dan, telefondan. Yəni, burada hər hansısa bir vizual informasiyanı İKT-dən alır. Vizual informasiya İKT vasitəsilə. İKT nə idi? İnformasiya, kommunikasiya texnologiyaları. Televizordur, telefondur, oynadığı oyun aksesuarlarıdır, vasitələrdir və s. Yəni, qarşısında canlı insan yoxdur, amma vizual olaraq görür nədənsə, götürür. Sözlü təlimat. Burada vizual görüntü yoxdur, sadəcə informasiya audial olaraq qəbul olunur, eşidir, sadəcə görmür. Davranışla bağlı təlimat vasitəsilə kiminsə təlimatı ilə öyrənir. Misal üçün, yanında böyük adamdır, 2 nəfər, atası ilə əmisi danışır. Atası deyir ki, hə, o sən vurdu, sən də o vurardın da. Uşağın ağlında bu qalır. Hə, o mənə vurdusa, deməli, mən də onu vurmalıyam. Yəni, atası əmisinə, ya əmisi atasına deyirdi, eşitdi bunu. Sabah gedib məktəbdə kimsə onu itəlir, bu da onu itəlir. Niyə? Çünki evdə bu cür eşitdi, bu cür anladı, informasiyanı audial olaraq bu cür qəbul elədi. Hə, gəlin keçək növbəti slayda. Burada isə müşahidənin 4 əsas şərti var. Bandura deyir ki, uşağın nəyisə görüb götürməsi üçün, öyrənməsi üçün təkcə müşahidə etməsi yox. Digər bir neçə fəaliyyəti də önəmlidir. Uşaq olar ki, hə, müşahidə eləyər, amma yadında saxlaya bilməz, onu tətbiq eləyə bilməz, modelləşdirə bilməz. Yaxud müşahidə eləyər, amma diqqəti başqa yerdə olar, diqqətsiz müşahidə eləyər. Yəni, burada uşağın diqqət bacarığının olması, o müşahidə etdiyini, gördüyünü yaddaşında saxlaması, yaddaşının yaxşı işləməsi, iti olması, reproduksiya, yəni təkrarlamaq, tətbiq etmək,
icra etmək, modelləşdirmə bacarığının olması və motivasiya. Yəni onun bu fəaliyyəti etməyə istəkli, həvəsli olması ön plandadır. Əgər özünün xüsusi istəyi, həvəsi yoxdursa, nəyisə öyrənməyə, kənardan valideyn məcbur edirsə, yəni bu müşahidə əsaslı öyrənmə baş verməyə bilər. Misal üçün, tutaq ki, evdə 2 uşaqdır, biri rəqsə gedir. Valideyn deyir ki, da birini rəqsə qoymuşam da, o birisinə niyə əlavə pul verim? Elə o öyrənib gəlib bu birisinə öyrədər. Amma bu birisinin rəqsə yox, idmana marağı var. Həvəsi yoxdur, motivasiyası yoxdur rəqsə üçün. Amma valideyn məcbur eləyir. Məcbur eləyir ki, böyük qardaşı, hə, gəl balaca qardaşı var da, bu gün nə öyrəndin, hamısını öyrət. Sən də bax ona, böyük qardaşı var. O hansı hərəkətlər eləsə, müşahidə elə, sən də onu təkrarla. Görürsən, uşaqda bu alınmır. Valideyn deyir ki, hə, bu belə alınmayacaq, gəl aparım, bu da rəqsə qoyum. Amma valideyn fikirləşmir ki, bu uşaqda rəqsə maraq yoxdur, motivasiya yoxdur. Ona görə müşahidə əsaslı öyrənmə baş tutmur burada. Yaxud da uşaq baxır qardaşına, amma diqqəti gözü ona baxır, fikri başqa yerdədir. Fikrində tutur ki, ayda idman zalına gedərdim, nə orada idman eləyərdim, ağlı orada qalır. Diqqətsiz baxdığı üçün, diqqətsiz müşahidə etdiyi üçün qardaşının göstərdiyi rəqs hərəkətlərini təkrarlayan bilmir. Nəticədə yenə müşahidə əsaslı öyrənmə baş tutmur. Valideyn yenə nə fikirləşir, bunu da aparım rəqsə qoyum. Yaxud yaddaşında saxlama. Qardaşı öyrədir hərəkətləri, sadəcə bu onların ardıcıllığını yadında saxlaya bilmir. Reproduksiya, təkrarlama, tətbiq etmə. Nəzəri olaraq baxır, öyrənir, amma gəl ki, özü hərəkətlərində onu tətbiq eləyə bilmir. Bax, bunlar hamısı müşahidə əsaslı öyrənmənin 4 əsas şərtidir. Yəni, təkcə baxmaq, görmək, müşahidə etmək yox, müəllimlər. 4 bu fəaliyyətin, bacarığın 4-ü də olmalıdır şagirddə ki, müşahidə əsaslı öyrənmə baş tutsun. Bu, Bandura'nın nəzəriyyəsidir. İndi isə digər bir nəzəriyyəmiz davranışla bağlı. William Gleiser'in, bu kişinin seçim nəzəriyyəsini öyrənirik. Seçim nəzəriyyəsi də olduqca maraqlı nəzəriyyələrdən biridir. Və burada seçim nəzəriyyəsində Gleiser əsas ön planda nəyi tutub? Deyir, davranış fərdin özü tərəfindən hissləri, ehtiyacları əsasında etdiyi bir seçimdir. Yəni, uşaq bir mənfi davranış, bax burada Gleiser, bax dedik ki, Skinner operant şərtlənməsində sosioloji konsepsiyanı, Bandura sosial öyrənmə nəzəriyyəsində sosioloji konsepsiyanı ön planda tutub, amma Gleiser isə bioloji konsepsiyanı ön planda tutur. Yəni, Gleiserin nəzəriyyəsi, yanaşması bioloji konsepsiyadan, bioloji cərəyandan yanalır. Çünki Gleiser deyir ki, bu şagird mənfi davranış sərgiləyirsə sinifdə, bayaqdan Bandura nə deyirdi? Kimdənsə görüb götürüb ona görə. Gleiser deyir ki, yox, kimdənsə görüb götürməyib. Onun öz daxili aləmindən bu baş qaldırır, daxili amilidir. Ya o diqqət cəlb eləmək istəyir özünə, ya o güc nümayiş etdirmək istəyir, yaxud da başqa səbəblər yatır bunun altında. Yəni, Gleiser bioloji konsepsiya nümayəndəsidir. Gleiser deyir ki, yox, heç bir sosiallıq yoxdur, uşağın öz içərisindən gəlir ki, bunu edir. Özü istəyərək, bilərək bunu edir. Deyir ki, uşagirdin, fərdin özü tərəfindən, öz hissləri, öz ehtiyacları əsasında etdiyi seçimdə onun davranışı. Xarici təsir tərəfindən müəyyən edilmir bu, idarə olunmur bu. Başqa sözlə, fərdin sosial, fiziki mühitin tələblərinə necə cavab verəcəyi öz daxilindədir, yəni özü bunu eləyir, kənar təsir yoxdur burada. Və şagird niyə belə pis davranış sərgiləyir? Deyir ki, 5 ehtiyacı var ona görə. Ya sağ qalma ehtiyacı baş qaldırıb, ya sevgi mənsubiyyət ehtiyacı baş qaldırıb, indi açıqlayacağım hamısını. Ya güc ehtiyacı baş qaldırıb, ya azadlıq, ya əyləncə ehtiyacı. Deyir, şagirdin sinifdə 5 ehtiyacının 5-i də qarşılanmalıdır. Sağ qalma nə deməkdir? Görün, burada slaydda vermişəm. Yox, verməmişəm. Gəlin burada yazaq. Sağ qalma, qida, təhlükəsizlik, fiziki sağlamlıq və s. Yəni, uşaq əgər acdırsa sinifdə, fikri yeməyin yanında qalıbsa, sən neynəsən də o fikrin diqqətini dərsi cəmlənməyəcək. Onun ağlı yeməkdədir, acdır ya susuzdur, başlayacaq dərsi pozmağa. Çünki sağ qalma ehtiyacı baş qaldırıb. Sevgi mənsubiyyət.
Uşaq müəllimin diqqətindən kənarda qalıb. Tək müəllimi yox, evdə də ola bilər valideyn diqqətindən kənarda qalıb. Sinif yoldaşları bullying keçdi ya biz sizinlə. Bəlkə sosial bullying baş verib ona qarşı, onu öz aralarına almırlar, öz qruplarına qatmırlar, təkləyiblər onu. O başqasından sevgi görmək istəyir, qayğı görmək istəyir və məhz buna görə bəzi pis davranışlar sərgiləyir ki, özünə diqqət cəlb eləsin, sevgi, qayğı istəyir. Ona görə də müəllim sinifdə hansısa uşağı hansındansa fərqləndirməməlidir, qərəzli münasibət sərgiləməməlidir, sevgisini, qayğısını bütün uşaqlara bərabər paylamalıdır ki, kimsə elə düşünməsin ki, hə, müəllim məni çox istəmir, müəllim məni nifrət edir, müəllimin məndən zəhləsi gedir, qoy mən də onun dərsini pozum. Bax, bu sevgi, mənsubiyyət ehtiyacı burada baş qaldırır. Güc ehtiyacı nə deməkdir? Uşağın bacarığının inkişafına diqqət yetirmək. Ola bilər ki, uşağın, misal üçün, idman üzrə hansısa bacarığı var. Yəni, öz cüssəsinə, gücünə görə yoldaşlarından fərqlənir. Amma müəllim bunu görməzdən gəlir. Sinifdə hər kəs bunu görməzdən gəlir. O da başlayır artıq istəyir öz gücünü sübut eləsin sinifdə. Gücünü sübut eləmək üçün birinə vurur, birinə hədə qorxu gəlir, birini yıxır, nə bilim, oturduğu yerdə partanı qaldırır dərsin ortasında və başlayır belə davranışlar sərgiləməyə, mənfi davranışlar. Və biz onun gücünü, potensialını görüb bu istiqamətdə onu inkişaf etdirsək, misal üçün, dərsdən sonra əlavə idman məşğələlərinə yönəltsək, bu baş verməz. Güc ehtiyacı burada baş qaldırır. Davranış pozuntularına səbəb kimi gətirib də bunları. Azadlıq, uşaqlara seçim haqqı vermək. Yəni, bu qrupla iş zamanı vəzifə bölgüsünü özlərinin öhdəsinə buraxmağımız ola bilər, lideri özlərinin seçməyi ola bilər, tapşırığı hansı formada mənə gətirilib təqdim olunmasının nəticəsi üçün seçim haqqı verə bilərik, diferensial təlimdə keçdiyimiz kimi. Bəzən müəllim demokratiklik yaratmır uşaqlar arasında. Çox sıxır, boğur, azadlıqların əllərindən almış olur, avtoritarlıq nümayiş etdirir. Müəllim ancaq öz qərarları və uşaq artıq cana yığılır. O qədər cana yığılır ki, burada artıq başlayır dərsi pozmağa. Dərs ona cansıxıcı gəlir, maraqsız gəlir. Azadlıq ehtiyacı buradan baş qaldırır, davranış pozuntusu kimi. Əyləncə ehtiyacı, sinifdəki yumor, nədənsə uşağın zövq alması, həzz alması, oyunlar ola bilər və s. Bax, uşaqlara təkcə cansıxıcı formada bu dərsi keç, bu tapşırıq elə, bunu öyrən, bunu oxu yox. Arada, sırada əyləncə də tərtib edilmək lazımdır. Əsasən də təşkil eləmək lazımdır, daha doğrusu. Əsasən də aşağı sinif uşaqları buna daha çox maraq göstərir. Dərs olaraq cansıxıcı bir öyrənmə prosesi kimi yox, maraqlı bir fəaliyyət kimi gəlsin. Yəni, müəllim uşaqlara qoşulub gülməyi də bacarmalıdır. Həddini aşmadan, şagirdi gülüş obyektinə çevirmədən, həssaslığı normanı qoruyub saxlamaq şərti ilə yumordan istifadə etməyi də bacarmalıdır. Rollu oyunlar, maraqlı aktivitələr də eləməyi bacarmalıdır. Bəzən uşaq o qədər belə əyləncədən kənarı qalır, sıxıcı olur ki, dərs ona sıxıldığından başlayır dərsə pozmağa, yaxud da başqa əyləncəsini gedir sinif yoldaşının üstündə tətbiq eləyir, götürür onu, itələyir, nə bilim, zarafat, sizlə keçdiyi bullyingdə məqsədsiz düşünülməmiş bullying, başlayır elə bullyinglər ortaya çıxmağa. Ona görə biz bunları nəzərə almalıyıq. Deməli, bu kimin nəzəriyyəsidir, müəllimlər? Gleisel'in seçim nəzəriyyəsidir. Deyirsən, seç, gör 5 əsas ehtiyacından hansını ödəməmisən uşağın, onu ödə ki, məhz bu səbəblərdən uşaqda davranış pozuntusu getməsin. Gəldik Doktor Ross Green'in nəzəriyyəsinə. Bu əməkdaşlıq və proaktiv həllərdir. Siz artıq proaktiv terminini bilirsiniz. Reaktiv, proaktiv. Proaktiv öncədən hazırlıqlı olmasıdır müəllimin, öncədən tədbirlər görməsidir. Reaktiv isə müəllimin öncədən heç bir tədbiri, heç bir hazırlığı, proseduru, qaydası yoxdur deyə müəllim cavablayıcı, anında reaksiya verir. Burada da Ross Green deyir ki, sən uşağın davranış pozuntusu zamanı özün ona bu barədə köməklik göstər. Əməkdaşlıq elə onunla, köməklik göstər və bir yerdə həmin o uşağın problemi nə idi, niyə dərsi pozuldu, yaxud da niyə başqa mənfi davranış sərgilirdi, onu bir yerdə proaktiv şəkildə həll elə, yəni öncədən hazırlanılmış planınla, həll yollarınla. Bu yanaşmaya görə şagirdlərin davranış problemləri iki səbəbdən qaynaqlana bilər. Ya
tələb olunan bacarıqların lazımi səviyyədə olmaması, misal üçün şagirdə deyirəm ki, buradakı 6 tapşırığı həll elə, amma şagird hələ 5-ci, 6-cı tapşırığı həll etmək potensialında deyil, amma ilk 4 tapşırığı həll edə bilər. Yəni şagirddən tələb etdiyimiz, o istədiklərimiz, onlardan olan gözləntilər onların bacarıq və potensialları ilə üst-üstə düşməlidir. Ya onlardan həddən artıq çox bir şeylər tələb edirik, ona görə alınmır, ya da həll edilməmiş problemlər var burada. Qalaq-qalaq üst-üstə yığılmış bu konfliktlər ola bilər. Şagirddə heç vaxt sorğulamadığımız, fərdi söhbət aparmadığımız, digər onun özünə individual olan problemləri ola bilər. Yəni biz bir növ şagirdlər üçün həm də psixoloqluq etməyi də bacarmalıyıq, danışdırmalıyıq, dinləməliyik ki, yığılıb orada böyük bir maneələr gəlməsin üstümüzə. Bu yanaşmada 3 əsas addım Dr. Roskri deyir ki, empatiya qur uşaqlarla, uşaqların problemlərinin üzə çıxmasında, müəyyənləşməsində dəstək ol onlara və problemin nədən qaynaqlandığını tap və əməkdaşlıq elə bir yerdə bu problemin öhdəsindən gəlin. Empatiya, yəni sən özün də nə vaxtsa uşaq olmusan, özün də nə vaxtsa məktəbli olmusan, birdən-birə bu yaşda olmamışıq və özünü onların yerinə qoymağı bacar. Yəni onlar sən yaşda deyirlər. Onların yaşları azdır, yeniyetməlik dövrü var, böhran dövrü var, uşaqlıq dövrü var, məntiqi əlaqəni qura bilməmək var. Təbii ki, onlar bizim kimi düşünə bilmirlər. Ona görə də empatiya qur, özünü həmin uşaqların yerinə qoymağı bacar, mühakimə edici mövqeyə həmən keçmə. Və biz bunu necə tətbiq edək? Deyir, bu yuxarıdakılardan əlavə sən uşaqlar üçün dəstəkləyici mühit də yaratmalısan ki, o öz problemini, dərdini, sərini rahatlıqla gəlib sənə danışa bilsin, ürəyini aça bilsin sənə. Problemin həllinə diqqət yetir, diqqətinizi cəmləşdirin. Problemin həllinə diqqət yetir, bəzən elə olur ki, yəni biz düşünürük ki, hə, problem budur, amma gəlir altından tamamilə başqa bir problem çıxır. O deyir, icebergin görünən tərəfi var, bir də görünməyən tərəfi var. Bəzən biz o görünən tərəfə fokuslanırıq, o görünməyən tərəf qalır bizim diqqətimizdən kənarda. Ona görə deyir ki, problemə və problemin həllinə dəqiq diqqətini yönəlt ki, həqiqətən də mi problem budur? Yoxsa mən problemi bir kənarda qoyub başqa bir şeyə fokuslanmışam. Problemi dəqiqləşdir, ondan sonra dəqiqləşdirdikdən sonra artıq onun həllinə yönəl və diqqəti cəmləşdir. Bəzən bu yolda bizdən çox səbir tələb olunur. Bəzən bu yolda biz aqressivləşə bilərik, əsəbləşə bilərik, gərginləşə bilərik. Əgər biz emosiyalarımızı tənzimləməyi bacarmasaq, hisslərimizi düzgün idarə etməyi bacarmasaq, unutmayaq ki, qarşımızdakı uşaqdır, məktəblidir. Diqqətimizi o zaman yönəldə bilmərik, çətinlik çəkərik, diqqətimiz yayılır. Ona görə də müəllim də səbirli, təmkinli, nəzakətli emosiyalarını düzgün idarə etməyə bacarmalıdır. Bu da doktorun yanaşmasıdır. İndi isə Drey kursun sosial intisam modelinə baxırıq. Kimin? Drey kursun sosial intisam modelinə çox maraqlı bir modeldir. Mən şəxsən ən xoşum gələn bu model oldu. Bu model cəza və ya mükafat olmadan əməkdaşlıq davranışını, yəni cəza mükafat olmadan behaviyorizmi inkar edir. Thorndike'ı, Skinner'i inkar edir. Cəza və mükafat olmadan əməkdaşlıq davranışını stimullaşdırmağı təklif edir. Drey kurs insanın pis davranışının əsas səbəbini sosial qrupa aid olmama hissi ilə əlaqələndirir. Deməli, bu da hansı fəlsəfi cəryanın nümayəndəsidir? Sosioloji. Deyək ki, İnsan əgər pis davranış sərgilirsə, deməli tək qalıb. Dostu, tanışı yoxdur, əhatəsi yoxdur, şagirdlər onun öz aralarına qəbul etmirlər, müəllimlər onu görməzdən gəlirlər. Bu insan o qədər təklik hiss edir ki, sosiallaşa bilmir ki, acığın pis davranışlarla göstərir. İnsanların hamısının sosial qrupa aid olmağa, qəbul olunmağa deyil, ehtiyacı var. Bu da belə bir yanaşmasıdır Drey kursun və maraqlısı budur ki, deyir, şagirddəki o mənfi davranışları 4 cür biz görə bilərik, müşahidə edə bilərik. 4 səhv məqsəd və onlara müəllimin edə biləcəyi həll yolları. Deyir, şagird pis davranış sərgilir. Misal üçün, müəllim burada dərs izah götürür yoldaşına kağız atır. Ola bilsin ki, şagird diqqət cəlb eləmək istəyir. O qədər diqqətdən kənara qalıb. Müəllim var, izah eləyəndə
ancaq ön partadakı uşaqlara baxır. Yadımda da tələbə vaxtı kafedra müdürümüzün mühazirələri olurdu. Mən də qadın müəllimi idi. O qədər belə mənim üçün ən ideal müəllim idi. İndi də elə olaraq qalıb. Və mühazirədə mən istədiyim 4 qrup birləşirdik biz. Hardasa 100 neçə nəfər olurduq. Baxırdım, mən də həmişə orta sıralarda otururdum da. Nə ən öndə, nə arxada əyləşmirdim. Bütün mühazirə boyu diqqətlə dinləyirdim və gözləyirdim ki, nə vaxtsa mənim də gözümün içinə baxacaq həmin müəllimə. Amma baxmırdı. Elə ancaq qarşı partalara, arxa partalara, kimsə dərsi pozulsa onlara baxırdı. Təbii ki, yəni bu qınanılacaq bir şey deyil. 100 neçə nəfər tələbədən söhbət gedir. Heç o, yəni əsas dərsi bizə çatdırmaqdır o məqsədi. Heç bəlkə də o özü fərqində deyil ki, kimə baxdım, kimə baxmadım. Əsas yəni möhtəşəm izah edirdi, hər şey dərindən başa salır. Yəni 10-da 10 bir müəllimimiz idi. Yəni oradan mən indi vaxt danışdım, o yadıma düşdü ki, həqiqətən də elə mən gör tələbə yaşı, şagird yox, tələbə yaşı, yəni gör neçə yaş edir, 20-21 yaş edir də. Yəni hələ o yaşda mən müəllimin istəyirəm ki, diqqəti məndə də olsun, məni də görsün, mənim də burada olduğumun fərqinə varsın. O ki, qalsın məktəbli uşaq. Əlbəttə ki, uşaq da istəyir ki, müəllim sinifdə onun da olduğunu unutmasın. Amma bəzən biz o qədər dərsin belə gedişatına qapılırıq ki, heç fərqində olmadan ancaq bir qrup uşaqla göz təması, göz kontaktı qururuq, bəziləri ilə yox. Gör, indi 20 neçə yaşda tələbə vaxtı o mənə elə təsir edibsə, məktəbli uşağa bu necə təsir edir? Yəni, o da başlayır, deyir, hə, mən müəllimin diqqətini necə cəlb edeyim? Qoy bir dənə pis iş görür, müəllim mənim adımı çəksin, görsün, mən də buradayam. Həqiqətən də, yəni, bu direkt kursun nəzəriyyəsində həqiqətən, yəni, real şeylər var. Diqqəti cəlb eləmək istəyi baş qaldırır, başlayır davranış pozuntusu sərgiləməyə. Şagird xüsusi hərəkətlərlə diqqət çəkməyə çalışır və mənə diqqət yetir, mən də qoşulmaq istəyirəm mesajını ötürür qarşı tərəfə. Bu zaman davranışa məhəl qoymamaq, necə məhəl qoymamaq? Yəni, biz həmin şagirdə diqqət yetirək, amma onun pis hərəkətini durub belə deyək də, mühakimə etmək kimi yox, onu danlamaq üçün yox. Yəni, ona da diqqət yetirək, artıq fərqinə varaq ki, aha, diqqət cəlb eləmək istəyir. Amma pis hərəkətə diqqət yetirmək kimi yox, şagirdə diqqət yetirək. Yəni, onu görməzdən gələk pis hərəkətini. Şagirdi də dərsi cəlb eləyək, onu da dəstəkləyək. Hərəkət etdirək onu. Misal üçün, sən keç bir parta qarşıda otur və səni görsün ki, müəllim məni sayır, seçir. Hərəkət etmək imkanı yaradaq. Bu, müəyyən bir təklif olunan həll yollardır. Güc nümayiş etdirmək. Bayaq da dedik bunu sizlə. Ki, ola bilər ki, o uşaq bacarıqlı uşaqdır, sadəcə bacarığını biz görməzdən gəlirik. Yəni, bacarığı var idman üzrə, yönəl getsin, idmanda enerjisini çıxarsın. Çıxara bilmir enerjisini, gəlir sinifdə çıxarır. Birin vurur, birin döyür, nə bilim, qaldırır, uşağı çırpır yerə. Əslində o zarafat məqsədini eləyir, bəlkə də güc nümayiş etdirir, hədə qorxu gəlir. Elə bilir ki, qoy görsünlər, mən güclüyəm, məni də sahib seçsinlər, məni də özlərinə dost qəbul eləsinlər. Elə bilir ki, gücünə görə cəmaat ona yaxınlaşacaq, onunla sosiallaşacaq. Yenə də tək qalmaqdan baş qaldırır bu. Şagird gücünü sübut etməklə nüfuz qazanmağa çalışır, dost qazanmağa çalışır. Deyir ki, mənə də seçimlər ver, mənim də bacarıqlarımı, gücümü dəyərləndir, belə bir mesaj ötürür bizə. Bu zaman time-outdan istifadə edə bilərik, fərdi söhbət apara bilərik, soyuqqanlılığımızı qorumalıyıq, empatiya nümayiş etdirməliyik, davranışın dağıdıcı nəticələrini şagirdə öyrətməliyik, aydın təsvir etməliyik şagird üçün. Qisas almaq. Yəni, bu artıq, belə deyim də, bunlar 1, 2, 3, 4 biri-birlərindən sonra baş qaldıran mərhələdir. Diqqəti cəlb elədi, gördü müəllim diqqət yetirmədi, yenə də öz aləmindədir müəllim, yenə də uşağı görməzdən gəlir. Deyir, yaxşı, mənə diqqət yetirmədi, mən də gücümlə o diqqəti səndən alaram. Güc nümayiş etdirdi, gördü, yox, yenə də müəllim diqqət yetirmir, yenə də uşaqlar bunu öz aralarına qatmırlar, bunu təkliflər, deyir, elə oldu, mən sizdən qisas alım, siz də görün. Artıq keçir qisas mövqeyinə. Qisas mövqeyi təhlükəli bir mövqeyidir. Burada bullyingdə törədə bilər kiməsə, hansı xoşa gəlməz mənfi nəticə ilə də qarşılaşa bilərik. Şagird o qədər incinib ki, içində bir qisas baş qaldırıb. Şagird özü incindiyi üçün başlayır burada başqalarından əvəz çıxmağa, başqalarını da incitməyə çalışır. Və bizə belə bir mesaj ötürür ki, mən incinmişəm, könlümü al, mənə də empatiya duy, məni də say, məni də gör.
məni də öz qrupunuza qatın. Bu zaman güc nümayiş etdirməklə bağlı addımlar ki, burada dedik, burada da tətbiq oluna bilər. Artıq qisas almaq mövqeyində də bir nəticə əldə edə bilməyəndə nə edir? Ən dəhşətlisi artıq psixoloji sarsıntı keçirir və psixoloji sarsıntı nəticəsində ruhdan düşür, təslim olur. Mən beləyəm, kim qəbul eləsin, kim qəbul eləmir, eləməsin. Mən buyam, oxumağı bacarmıram, 5 almağı bacarmıram, alınmır məndə. Düşür qapalı düşüncə tərzinə. Çarəsizlik hissi və hər şeydən imtina eləmək. Allah eləməsin. Bax, bu mərhələdə o çarəsiz ki, hiss eləyirlər, başlayır intihara cəhd, başlayır belə bir fəaliyyətlərə. Şagird təslim olaraq tək qalmağa, heç kəsə özünü qəbul etdirməməyə çalışır. Artıq təkliyə alışdı. Artıq deyir, kimləsə bayaqdan özünə dost qazanmağa, sosiallaşmağa çalışırdı, diqqət cəlb edirdi, indi heç nə eləmir. Mən beləyəm, kim mənlə ünsiyyət qurur, qursun, kim qurmur, qurmasın. Yəni, hər kəs mən olduğum kimi qəbul eləsin, belə bir mövqedə də artıq cəhd etmir, cəhdlərini dayandırdı, imtina elədi cəhdlərdən. Kiçik uğurlarımı görün, məni olduğum kimi qəbul edin. Məni cəsarətləndirin, ruhdan düşmüşəm. Belə bir mesaj ötürür bizə. Bu zaman metodları dəyişmək, ona fərdi dəstək göstərmək. Misal üçün, dərs izah eləyəndə onu da nəzərə alıb, daha asan izahla, hissələrə bölüb, daha kiçik hissələrlə öyrədə bilərik. Səhvlər üzərində işləmək kimi həll yolları təklif olunur. Burada deyir, tərif var, təşviq var. Yəni, müəllimlər təriflə təşviqi qarışdırmamalıdırlar. Tərif sırf nəticəni tərifləməkdir. Təşviq isə şagirdin sırf nəticəsinə köklənmək yox, nəticəyə gedən yolu, o prosesi, ona nə qədər səy göstərməsini, nə qədər cəhd göstərməsini bizim görməyimizdir. Uşaqları tərifdənsə təşviq etmək vacibdir. Təşviq etmək son nailiyyətdən daha çox onların nə qədər cəhd göstərməsini, nə qədər səy göstərməsini ön planda tutur. Cəhdlərini davam etdirmələrinə onları sövq etdirir. Misal üçün, tərif tamamlanmış son nailiyyətə yönəlib əla. Bu maket gözəl görünür. Amma o maketi düzəltmək üçün hansı yollardan keçdi, onu görmür. Amma təşviq o yolları, edilən cəhdləri görür. Tərif daha çox rəqabəti stimullaşdırır. O maketi müəllim təriflədi, mənimkin yox. Amma təşviq əməkdaşlığı stimullaşdırır. Tərif egoizm yaradır uşaqda, təşviq onlar arasında bərabərliyi stimullaşdırır. Yəni, burada Dreykurs deyir ki, tərifdən yox, müəllimlər təşviqdən istifadə etməlidirlər. Burada eyni zamanda Dreykurs qeyd edir ki, müəllimlər bu mənfi davranışı, arzu olunmayan davranışı cəzalandırma yox, məntiqi nəticəsini şagirdə verməlidir. Misal üçün, biz bunu əslində operant şərtlənmədə dedik sizdən, uşaq dipçək güllərini sındırıb, onu sinifdən bayıra çıxartmaq, dərsdən sonra əlavə saxlamaq yerinə bir həftə boyunca güllərin hamısına onun qulluq etməsini tapşıra bilərik. Dərs verici, yəni məntiqi ona dərs verən, fəaliyyəti ilə bağlı dərs çıxarsın burada, nəticə çıxarsın, belə bir fəaliyyətə yönəltməliyik. Şagird məktəb divarını yazıb, dərsdən sonra əlavə saxlasam cəzadır, amma nə önəmi var? Ondansa divarı təmizləməyi xahiş edə bilərəm. Qoy dərk eləsin də, başına dınq eləsin ki, hə, olmaz yazmaq. Şagird sinif əmlakına zərər getirib, partanı qırıb, stulu qırıb, valideyninə şikayət etmək cəzadır, amma dərs götürdü, yox. Ondansa sinif əmlakından düzgün istifadə qaydalarını formalaşdırmaq və bu vaxtı da istifadə etməsinə mane olmaq. Yəni, sən partanı qırdın, növbəti dərs qalarsan ayaq üstə. Nə vaxt ki, dərk eləyərsən sinifdə əmlakla düzgün davranış qaydalarını, onda partada əyləşərsən. Yaxud da özünü təmir edəcəyi bir şeydirsə, gətirsin, özü təmir edəsin, başına dəysin ki, olmaz. Və sonuncu Thorndike'ın nəzəriyyəsidir, stimula-cavab nəzəriyyəsidir. Biz burada Thorndike'ı görürük və bilirik ki, Thorndike behaviorizm yanaşmasını, yəni stimula-cavab prinsipini, sosioloji konsepsiyanı ön planda tutur. Nəzəriyyə özündə prinsiplərin icmalını cəmləmişdir və hansı prinsiplərdir ki, bunlar cəmlənib bir yerə, birazdan baxacaq. Öyrənmənin stimul və cavab arasındakı əlaqə vasitəsilə baş verməsi prinsiplərini sıfırlar. Necə sizlə biz Skinnerin operant şərtlənməsində öyrəndik ki, davranışı cəzalandır, yaxud da stimullaşdır, gücləndir və bunu idarə et. Thorndike da eyni şey deyir. Yəni, operant şərtlənmə ilə
Birebir eyni bir nəzəriyyədir. Sadəcə Thorndike'ın nəzəriyyəsində əlavə olaraq prinsiplər də var ki, bunlar hansı prinsiplərdir? Təsir qanunu, hazırlıq qanunu, məşq qanunu, yaxud da prinsipi, çoxsaylı reaksiyalar qanunu, yaxud da prinsipi. Təsir qanununda Thorndike deyir ki, davranışın müsbət nəticəsi onun təkrarlanma ehtimalını artırır, mənfi nəticəsi təkrarlanma ehtimalını azaldır. Yəni, uşaq pis davranış edib, mənfi nəticəsi getsin divarı yazdığını təmizləsin, azaldır. Bir də elə bəlkə də daha az eləyəcək divarı yazmağı, tədricən azaldacaq. Müsbət nəticə, uşaq yoldaşına kömək eləmişdi, mən onun müsbət nəticəsinə görə, tutaq ki, ona təşəkkür elədim, ona gülümsədim, o bunu artıracaq, yəni davamlı eləyəcək. Görürsünüz, operant şərtlənmə ilə bu prinsip birəbir üst-üstə düşür. Hazırlıq prinsipi, hazırlıq qanunu. Şagird öyrənməyə hazır və həvəsli olduqda öyrənmə effektiv olur. Yəni, biz o davranış qaydalarını öncədən tərtib etsək, proaktiv yanaşsaq, onları izah eləsək, səbəblərini başa salmış olsaq, öyrənmə deyəndə dedim də davranış nəzərdə tutulur. Onlar o zaman daha yaxşı görüb götürürlər bu davranış qaydalarını. Məşq qanunu. Öyrənmə, təkrarlar və məşq, yəni tətbiq etmək nəticəsində baş verir. Yəni, sən onun hansı davranışı sərgiləməsini istəyirsən? Prosedurlarda dedik ya, ikinci addım məşq etdir. Yəni, icazə ver, tətbiq eləsinlər, həyata keçirsinlər. Bu da onu deyir. Görürsünüz, öyrəndikləriniz şeylər də əslində təzə bir şey deyil. Çoxsaylı reaksiyalar qanunu. Stimula bir çox sayda reaksiyalar müşahidə olunur. Yəni, uşaq ola bilər ki, ona yaxşı təsir eləyər bizim cəzalandırmamız, uşaq ola bilər daha da aqressivləşər, daha da pisləşər. Yəni, fərqli reaksiyalar görə bilərik biz uşaqlarda. Öyrənmə stimul ilə ona cavab, ona reaksiya arasındakı əlaqənin güclənməsi ilə baş verir və burada müəllim yenə də səbirli, təmkinli, bacardığı qədər emosiyalarını düzgün idarə etməyi bacarmalıdır. Bu da Thorndike'ın nəzəriyyəsidir. Biz bu gün şagird davranışının idarə olunmasından danışdıq və şagird davranışının idarə olunması üzrə ötən dərs operant şərtlənməni öyrənmişdik. Bu dərs isə Banduranın sosial öyrənməsini, seçim nəzəriyyəsi, əməkdaşlıq proaktiv həllər, sosial insan modeli və Thorndike'ın stimula cavab nəzəriyyəsini öyrəndik. Mənə deyəcəksiniz ki, müəllimə, yəni bu nəzəriyyə kimindir, hansı alimindir qarışdırıram, yadımda qalmır. Alimlərin adları onsuz da sizə düşmür imtihanda. Nəzəriyyələrin adları imtihanda onsuz da sizə düşmür. Sadəcə situasiya şəklində düşür. Yəni sən situasiyadan ötən il düşmüşdü imtihana. Baxırdın, situasiyanı oxuyurdun ki, uşaq qisas almaq üçün bunu eləyir də, yoldaşından deyirlər, öc almaq üçün bunu eləyir, əvəz çıxmaq üçün bunu eləyir. Aha, biz hansında öyrəndik biz bunu? Deməli, öyrəndik seçim nəzəriyyəsində, düzdür? Yaxud sosial intisam. Yəni, burada biz artıq nəzəriyyəni müəyyənləşdirdik və yadımıza salırıq ki, onun üçün bizə hansı həllər təklif olunmuşdu. Artıq onları yadımıza salırıq, müəllimin atacağı doğru addım hansıdır, variantdan onu tapıb götürürük. Yəni, sizə nə alimin adı, nə nəzəriyyənin adı lazım deyil, imtihanda düşmür. Əsas mən loru dildə necə sizə başa saldım, öyrətdimsə, onu yadınızda saxlayın, onu öyrənin, bir daha vəsaitdən, tayin vəsaitindən yaxşı-yaxşı oxuyun, testlərini işləyin, qutardı getdi. Yəni, bundan əlavə sizə başqa bir şey, oradakıları durub söz dənə-dənə əzbəərləmək lazım deyil. Sadəcə mahiyyətini anladınız, situasiyanı oxuyanda tutdunuz ki, aha, bu filan nəzəriyyə idi, keçmişdi müəllim bizə. Onunla bağlı doğru addımı, yanlış addımı seçib götürəcəksin, belə düşür imtihanda. Belə müəllimlər, sağ olun, növbəti dərsimizdə görüşənə qədər hələlik.